30 yaşında uşaq ruhlu insanlar var. Biz deyir topluma əzməyə imkan verəcək bir insan verir. Müəllim deyir şagirdi qabağına otuzdurmadan əvvəl şagirdin qəlbinə oturmağı bacarmalıdır. Uşağı kəşf eləməyə belə bir dərdi olmalı ki, mən bu uşağı kəşf edeyim. Yəni düşünək neçə müəllim öz sinifində olan şagirdlərin siyahısını tutub onların xüsusiyyətlərini yazır. Salam Ceyhun qardaş. İlk öncə öz verilişə qonaq kimi gəldiyin üçün çox sağ ol. Allah razı olsun. Və sənə çox belə qəşəng suallarımız var. Ümid edirik ürəyindən keçən, dolğun, xoş olan cavablar verəcəksən. İnşallah. Yəni bayraqlarları qaldırmayacaqsan həmişəki kimi. Elbrusu göndərəcəyik. Bugünkü elə bil ki, danışacağımız mövzu əsasən məktəb haqqında olacaq. Məktəbdə keçirdiyimiz vaxtı, dəyərləndirdiyimiz vaxtı, ətrafımızı, məktəbin bizə təsiridir, bu kimi mövzular olacaq. Ümid edirəm, məktəblə bağlı sualları olan şəxslər də bu videodan bir şeylər öyrənəcək. Əslində bunu mən çoxdan çəkmək istirdim. Çoxdan ağlımda olan bir mövzu idi. Hətta mənə təsir edən mövzulardan birisi idi. Məktəb travmaları. Məktəbdə yaşadığımız hadisələr, yəni uşaqların o məktəblə bağlı olduğu düşüncələr. Onlar haqqında həqiqətən danışmaq istedim. İnşallah bu günə qismət inşallah. O travmalara enəcəyik. Bütün məsələləri həll edəcəyik. İlk sualımız belədir ki, Ceyhun qardaş, məktəb bizi gələcəyə hazırlayır. Belə bir sualdır. Əslində ümidvar olan odur ki, məktəb insanı gələcəyə hazırlamalıdır. Bu prosedur bu formada olmalıdır. Amma bizim gündəlik həyatımızda məktəbə baxanda, məktəbin rolu çox fərqli bir məcraya getməkdədir. Yəni məktəb artıq hardasa kiçik bir monopoliyaya dönmüş bir vəziyyətdədir və bu situasiyadan da belə görürsən ki, məktəb öz fayda verəcəyi yeri qoyub qırağa çox fərqli yerlərdə mübarizə aparır. Bu istər dərslərin hazırlanma metodikasında olsun, istər müəllimlərlə şagirdlərin arasındakı münasibət olsun, istər şagirdlərlə öz aralarında münasibətdə olsun. Bunlar həqiqətən də çox ciddi üzərində düşünülməsi və bununla bağlı həm nəzəri yox, praktiki artıq tədbirin başlanmasına ehtiyac var. Çünki nəzəri olaraq baxanda əlimizdə pedaqogika ilə bağlı çox geniş məlumatlar var. Yəni bir gözəl bir məktəb situasiyası necə olmalıdır, təlim-tədris məsələsi necə olmalıdır, hamıya aşağı-yuxarı aşkardır. Yəni müəllimlərimiz də, pedaqogika müəllimləri də bununla bağlı xeyli söz söyləyirlər. Amma işin praktik cəhətinə baxanda görürsən ki, praktikada elə deyil də. Yəni reallıqda deyil. 20 il bundan qabaqki məktəblərlə hal-hazırki məktəblərimizin təhsil sistemindəki dəyişikliklərə baxdığımızda bir çox dəyişikliklər görürük. Texnologiyanın inkişaf eləməsinə baxma geriləmə gedir bizdə. Yəni bu çox az-azaqlı bir vəziyyət. Çünki artıq masaların olsun, elektron lövhələrin istifadə olunmasına baxır. Yəni təbaşi ilə götürüb bizim öz dövrümüzdə biz təbaşi ilə yazırdıq. Qalıyırdıq da. Yəni biz yadımıza gəlir. Bizim dövrümüzdə yəni elədi ki, biz iki dövrü də yaşamışıq. Həm təbaşi ilə yazılmış, həm də o blamaster deyirlər də. Yəni o qələmlə götürüb yazdığımız vaxtlarda. Hətta biz peçdə qalamışıq. Odun da eləmişik. Dərsdən də vermişik. Dərsi də yayındırmışıq. Olub da, hə. Dərsdən yayındırmaq üçün peçdə verdiyimiz olub. Maraqlı vaxtlar idi. Yəni təhsilin inkişafı deyirsiniz ki, geriləməyə gedir. Bəs bu geriləməyə səbəb kimi nələri görürsünüz? Yəni buna səbəb dediyim nədir? məsələ odur ki, nəzəri cəhətdən hər şey ortadadır, açıq şəkildə. Yəni nəyi necə eləmək lazımdır, hər şey əlimizdə var Allah'a şükür. Sadəcə bunu tətbiq edəcək potensial insanlar yox. Sovet dövrünün düşüncəsində qalmış müəllimlər var, müəllimlər var. Bu müəllimlər o düşüncələrdən çıxa bilmirlər. Hətta mən xatırlayıram ki, biz kurikulumun ilk nəsil sayılır. Yəni kurikulumda ilk nəsil sayanda müəllimlər deyirdi ki, mən kurikulumu bilmirəm, mən ənənəvi qaydada dərs keçirəcəm. Bir var ya, bu işi qoyublar ortaya, kurikulum qoyublar da, yəni. Çox az-azaqlı bir şey də var ha İbrahim qardaş. Kurikulum hal-hazırda bilirsiniz ki, Amerikanın ən böyük ifadə elədiyi bir metodikası idi. Halbuki o artıq bu metodikada imtina edir. Yəni ki, ənənəvi üsulun daha effektiv olacağını düşünürəm. Ənənəvi üsulun da mənfi və müsbət cəhətləri təbii ki var. Mən burada demirəm ənənəvi üsul. Ənənəvi üsul sanki bir növ qorxu üzərində qurulmuş bir sistem idi. O da olar, hə, müəllimin elə bir ki daha çox hökmranlığı. Sanki biz bir vaxtlar fikirləşirdik, müəllim yemir, içmir, yatmır. Müəllimin evdə olanda belə bizi izləyir. Müəllimin arxada gözü var. Arxada oturan partiyada uşağı elədiyi bilir. Həm də müəllimdən bir çəkinmə qorxusu var idi. Qorxurduq ki, müəllim bizi... Təəssüf olsun ki, indiki dövrdə o şey yoxdur. İndiki tərsinədir. Müəllim şagirddən qorxur ki, valideyninə deyər, valideyn... Bu şeylər də təsir edir. Məsələn, elə var ki, əvvəl müəllim şagirdi döymə məsələsi var idi da, vururdu, şey edirdi. Valideyn müəllim tərəfinə çıxırdı. Deyirdi ki, mənim uşağımın səhvi var ki, sən döyürsən. Yəni müəllim bir növ məktəbdə ikinci valideyn kimi görülürdü və uşağın tərbiyəsində, vurubsa deməli bir səbəbi var. O haqqı valideyn verirdi ki, yəni müəllim bir növ tərbiyə edici kimi görülürdü. O haqqı ondan alırdı. Təbii ki. Amma indiki dövrdə bir uşağa bir çıxma belə vurmaq olmur.
Təbii ki, bir Şeyin müəllimin orta bir yeri var da, mən belə düşünürəm. Təbii ki, müəllim məktəb uşaqlara şiddətin, necə deyim, döyülməyin, vurulmağın öyrədilməsi bir şey deyil. Bir travma səbəbi onun yaradır. səbəbi yaradır. Təbii ki, bu çıxış yolu deyil. Yəni əslində bunun indiki dövrdə olmaması çox yaxşı bir şey. Əlbəttə, Amma dərsi bunun da- sevdirərək öyrətsin. Bunun da şeyə yönəlməsi biraz pisdir ki, insanlar artıq bundan sui-istifadə etməyə başlayır. Şagirdlər ki, Bəli, müəllim bəli. mənə heç nə edə bilmir, sən kimsən ki, mənə vurursan, müəllim deyir də, yəni Düz. uşaq şagird müəllimə deyir, sən kimsən ki, mənə qaldır. Laqeyd yanaşırlar, dərsdə çox səs salırlar və bu dərsin oxumaq istəyən qisminə də maneçilik törədir. Elədir. Yəni, dərs xaricində eləyə biləcəyi dərs ərzində deyil, bu yaxşı bir şey deyil deyə düşünürəm. Bir də sualın özünə qaydası olsaq, əgər məktəbin bizim gələcəyimizə hazırlanması üçün prosedur dediyim kimi bizdə biraz insani münasibətlər, yəni məktəbin içində sosial münasibətlər çox zəifdir. İndi orada suallarımızın içində bilmirəm var yoxsa yox. Orada şey var idi. Uşaqların məktəbə niyə getmək istəməməsinin səbəbi. Yəni məktəb sıxıcı gəlir bu uşaqlara. Biraz oturub bunu düşünmək lazımdır ki, bu uşaq həyəcanla səhər durub məktəbə getmirsə, məktəbdə sosial münasibət zəifdirsə, hətta mən elə uşaqlar tanıyıram ki, məktəbin situasiyası o qədər korlanıb ki, bu uşaq deyir ki, mənim ətrafımdakilər ancaq söyür. Öz qurğundan danışır. Ətraf Kobud insanlardır. Yəni müəllimin sözünə qulaq asmır. Mən deyir sakit təbiətli insanam. Söyüşü sevmirəm və bu ortamdan uzaq qalmaq istəyirəm. Mən ona görə məktəbə getmirəm deyə insanlar var. Düşünürsən ki, bu adam həqiqətən haqlıdır. Çünki bilir ki, ora getsə, ortama düşəcək. Ya bu da söyüş söyməlidir, ya bu orada ona şiddətə, o fiziki şiddətə məruz qalır. Yəni ya alçaldılır, ya vurulur, ya döyülür, ya söyülür. Bu uşaq məcburdur. Bunu istəməyən uşaq da məktəbdən qaçır. Bu da onu göstərir ki, həm müəllim tayfası olsun, həm şagird tayfası olsun, sosial münasibətlər olsun. Yəni insanlarla o ingiliscə soft skill deyir, yəni yumşaq bacarıqlar. O bizdə inkişaf eləməyib məktəbdə. Yəni məktəb bizi cəmiyyətə hazırlamır. Məktəbi bir növ ev kimi hesab edib, evdəyi davranışları məktəbə götürmək düzgün deyil belə başa. Daha artığı, yəni məktəbdə evdə eləmədiyi davranışlar da bir növ evdə olan laqeyd uşağın tərbiyəsinə göstərilən laqeydlikdən dolayıdır deyə düşünürəm. Hətta elə olur ki, yəni məktəbdə belə evdə olunmayan hərəkətlər baş verir da. Yəni adam evdə eləyə bilməyəcək, evdə valideynin olduğu müddətdə eləyə bilməyəcəyin şeyləri artıq məktəbdə sərbəst şəkildə öz ətrafında eləyirsən. Hal-hazırki dövrdə düzdür, mən tam bu işin içində olan əhl insan deyiləm, amma mümkün mərtəbə əlimdən gələn araşdırmalarıma əsasən bir onu deyirəm ki, bu dəqiqə bugünkü dövrdə müəllim, şagird, bir də valideyn. Bu üç bumeranq var da, bu üç sacayaq. Bunlar bir-birinlə paralel işləmədiyi müddətcə biz təhsildən nəsə gözləyə bilmərik. Müəllim də burada önəmlidir. Çox önəmli. Valideyn də önəmlidir. Çünki müəllimin təqdim etdiyi şey valideyn evdə nə dərəcədə yaşayır. Bu özü bir sual. Elədir. Ya bir sən tərdir. Müəllim özü nə dərəcədə yaşayır? Müəllim özü rol model olaraq nə dərəcədə buna rol model? Deyək ki, müəllim əladır, hər şey qaydasındadır. Bəs valideyn müəllimin dediyinə tərəf. Müəllim məsələn insanı yaxşı yerə, faydalı işlərə yönəldir, amma valideynin belə bir xüsusiyyəti yoxdur. Valideyn tam fərqli məzəriyyət. Uşaq burada artıq bir şey yaşayır, çəkişmə yaşayır. Məlum məsələn ki, pis vərdişlərə qoşulmaq çox asan. Yaxşı bir şey eləmək insana çətin gəlir. Prosedur istəyir, əziyyət istəyir, vaxt istəyir, amma pis bir şey eləmək 2-2-dir bu dəqiqə. İndiki dövrdə hələ. Ona görə uşaq da baxıb deyir ki, yəni məsələn valideynin pis hərəkət edirsə, mən niyə valideynim kimi olmayım yəni? Əlbəttə. Valideyn ona görə birinci valideyn, sonra müəllim bu işdə laqeyd paralel getməlidirlər. Bəs belə bir sual vermək olar ki, bəs məktəb bizi real həyatda nə qədər hazırlayır? İşin ən azazaqlı tərəfi də odur ki, İbrahim qardaş, siz nəsədir? Bizdə hələ də Sovet düşüncəsində olan müəllimlər qalıb. Bunlar ancaq praktikaya yönəlik işləmirlər. Ancaq nəzəriyyədən öyrəndikləri bir şey var. Əzbər üzərinə qurulur. Hə, onun üzərindən əzbərlə. Ancaq onun üzərinə gedir. Halbuki, məsəl üçün, inkişaf edilmiş təhsil sistemlərinə baxırsan ki, dünya üzrə birinci, ikinci, üçüncü yerdə olan təhsil sistemlərinə baxırsan ki, bunlar uşağın tarixə marağı varsa, əzbərləmə qabiliyyəti daha yaxşıdırsa, məsəl üçün deyirəm, illa da belə olacaq bir şey yoxdur. Ora yönləndirirlər. Bununla da belə, bu nəticə etibarilə nə gətirir? Yəni uşağı kəşf eləməyə çalışır. Bizdə açıq deyirəm, düzdür. Buna maaşın da təsiri var. Müəllimlərə maaşın verilmə məsələsi də var. Tək maaş məsələsidir. Müəllimlərin özünün ünsiyyət problemi olduğundan da qaynaqlanır ki, müəllim uşağı kəşf eləməyə belə bir dərdi olmalıdır ki, mən bu uşağı kəşf edeyim. Yəni düşünək neçə müəllim öz sinifində olan şagirdlərin siyahısını tutub onların xüsusiyyətlərini yazır. Düşünmürəm. Bu demirəm illa da belə olmalıdır. Amma bunu eləmək nə deməkdir? Məsələn, mənim 10 dənə şagirdim var. 10 dənə şagirdimin xüsusiyyətini yazıram.
Məsələn, bilirəm ki, budur. Şagird görür ki, müəllim məndən əlaqəyə keçir. Sən o şagirdin sinifdə olan hərəkətlərini yazırsan. Məsələn, bu uşağın görürsən ki, əl-qabiliyyəti çox yaxşıdır. Elə. Buna valideynlə dəstək edirsən, valideynə məsələn deyirsən ki, sənin uşağın bu əl-qabiliyyəti çox superdir. Gəl bunu inkişaf elətdir. Yəni uşaq, yəni hər kəs də ali təhsili alıb gedib universitetdə oxuyacaq deyə bir şey də yoxdur. Ki, valideynlərin uşaqlarının gələcəyi yaxşı maaşlı işlə təmin olunması istiqamətində yönəlmiş bir gələcək vaad edirlər və bu istiqamətdə əsas olan dərslərdir ki, hansı ki bildiyimiz ixtisas fənləridir. Qıraqda qalan dərsləri isə göz ardı eləyirlər. Və bu uşağın həm ruhi olaraq sevdiyi işlərdən yayınaraq, ancaq psixoloji olaraq baskı altında həmin dərslərə yönəlir və bir növ uşaq yük altına girir, məsuliyyət altına girir. 12 yaşında uşaq indidən gələcəyin məsuliyyəti ilə böyüyür. Və fikirləşir ki, bəli, və fikirləşir ki, mən bunları eləməsəm gələcəkdə əziyyət çəkəcəm. Və valideynlərin çox bir işlətdiyi sözdür ki, sən indi çalış ki, gələcəkdə uşağın əziyyət görməsin. Yəni uşağın üzərinə olmayacaq və yaxud olmaya biləcək bir gələcəyin artıq məsuliyyətini yükləmiş olurlar. Və bu təbii ki, həmin uşağın həyatına belə mənfi təsir göstərir, potensialını öldürür, həyatdan zövq almaq hissini məhv edir. Uşaqlığın yaşamır. Əsasən uşaqlığını yaşamır. Sənə bir şey deyim. Bu yaxınlarda Təhsil Nazirliyinin qərarı ilə bağlı bir problem oldu. Orada bir valideyn ağlayaraq öz iradını bildirmiş. Yəni dolmuşdu valideyn ki, bu nə qərarda çıxartmısınız. Öz yerində şey var idi, haqlılığın payı var idi. Amma valideynin orada ifadələri mənə çox diqqətimi cəlb edir. Valideyn deyir ki, mən bu uşağı deyir oynamağa qoymuram. Bu uşağı ancaq deyir otağa salıb dərs eləmir. Yəni valideyn bunu deyib ağlayırdı ha. Mən öz-özümə fikirləşdim ki, ya bu uşaq uşaqlığı yaşamalıdır. Niyə? Niyə belə edirsən yəni? Valideyn ağladığı şeyə baxdım ki, uşağıma mən bu qədər zülm vermişəm. Öz deyinə deyir ki, mən uşağıma bu qədər zülm vermişəm də. Yəni həbsxanada da belə bir zülm yox. Bilirsən, İbrahim qardaş, mən öz şəxsi təcrübəmə əsasən deyirəm, universitetə girəndə də görmüşəm. Yüksək bal toplayan uşaqlar hamısı cəmiyyətdən soyuq insanlar olur. Ürkək insanlar olur. Elədir. Yəni baxırsan ki, adam 600, hətta mən sənə bir şey deyim. Yüksək bal toplayıb universitetə girəndən sonra hər şeyin başını buraxan mən gənclər tanıyıram. Elə. Adam yüksək bal toplayıb, potensial bir gəncdir, biliyi də var, hər şeyin başını buraxıbdır. Desən nətərdir? Bu uşaqlığın yaşamağa imkan vermirlər. Yəni deyirlər ki, bu uşaq yəni yeri gələndə oynamalıdır, üst başda batmalıdır. Çünki uşaq uşaqlıqda elədiklərini görmür, fikirləşmir ki, yəni bunları eləmək olar. Və böyüdükdə də artıq lazımsız bir hərəkət kimi görür. Lazımsız bir yük altına salırlar. Deyirlər ki, sən bu sənin məsuliyyətin budur. Sanki maratona qoyublar, qaç, ancaq qaçmalısan. Dayanıb bir ətrafına baxmaq, bir şey eləmək. Elə bir şansın, elə bir lüksün yoxdur. Mübarizə aparmalısan, daim çalışmalısan, əldə eləməlisən. Şeyləri sanki dünya malını əldə tutmağa sanmış kimi bir həyat edirlər və nəticə olaraq da hətta çox az-az İbrahim qardaş, belə bəzən baxıram, həqiqətən səmimi deyirəm, ürəyim ağrıyır. Uşağın uğurunu paylaşmalısan, heç demirəm, sevin. Valideyn üçün bu fəxr bir şeydir. Hər bir valideyn istər ki, öz övladı onun alnını açıq eləsin. Amma uşağın bu qədər gənc, çox az yaşından sən bunu uğura atırsansa, imtahanlara göndərirsən, şeylər göndərirsən. Elə. Və bunun üzərindən fəxr hiss edirsən ki, mən uşağım yüksək bal toplayıb. O uşağın gələcəyi. Birinci, ikinci sinif uşağı imtahanlara girir İbrahim qardaş. Bildiyin sınaq imtahanına salır. Birinci, ikinci sinif. Uşaqların psixoloji olaraq çox böyük ziyan. Uşaqlara sertifikat verirlər. Uşaqlar yüksək. Birinci sinif uşaq təsəvvürə nə keçib ki, 600 bal toplayıb. Nə keçib? Heç nə. Hə, yəni düzdür, öz kateqoriyasına digər uşaqlardan fərqli yaxşı bal toplayıb. Bu gözəl bir göstərici ola bilər. Amma bu uşağa görə nə qədər yüklüysən sən? Bu uşağın indi gəzən, məktəbdə qaçıb yıxılan, nə bilim, torpağın üstündə oynayan, suda əlini salan, yəni hər gedib uşaqlarla cürbəcür əyləncə parklarında gəzən vaxtıdır. Yəni bu uşaq bunu sonra eləməyəcək. Sonra gələcək məsuliyyətlər onsuz artır. Yəni bu uşaq vallahi deyirəm, bax böyük bir iddiadır, vallahi deyirəm. O uşaq böyüyüb gəlib biraz müəyyən yaşa çatanda artıq özünü tanıma ərəfəsinə girəndə var. O valideynlərə bundan ötürü vallahi təşəkkür eləməyəcək. Əksinə deyəcək ki, mən niyə buna məcbur eləmisiniz? Çünki bax bir dənə sən bilməm bu sənin diqqətini cəlb edib eləməyib. Bugünkü cəmiyyətdə 20 yaşında, 25 yaşında baxırsan, bədən cəhətdən yetişkindir, amma ruhi cəhətdən uşaq kimidir. Səncə niyədir bu? Çünki uşaqlığı yaşamağa qoymur. Məktəbi oxumalısan, sən çox tərbiyəli olmalısan, əxlaqlı olmalısan, sən hər şeyi çox yaxşı eləməlisən. Çünki sən bizim fəxrimizsən. Uşağa çox böyük missiya yükləyirlər. Uşaq da düşünür ki, deyil də, valideynlərin onda görmək istədiyi xüsusiyyətləri özündə formalaşdırır. Ay yaşa, Allah səndən razı olsun. Bax onu formalaşdırmağa çalışır özündə.
uşaq da və bununla da özünü tapa bilmir və gələcəkdə də tapa bilmədiyi şəxsiyyəti ilə Ona görə mübarizə 30 aparmaq. 30 yaşında uşaq ruhlu insanlar var. Elə. Bax mən bir şey deyim, yetişkin insan demək bir şeyə bax mən kökünə baxanda yetməkdən gəlir də. Yəni yetmək nədir? İnsan özü-özünə yetməlidir. Əgər bir insan 18 yaşı çatıbsa, 20 yaşı çatıbsa, özü-özünə yetə bilmirsə, bu insan hələ yetişkin olduğu mənasına gəlmir. Çox da ki yaşı 18 olsun, rəsmi sferada bu artıq yetkin insan sayılsın, amma ruhi cəhətdən insan həqiqətən yetişkinlik deyən, yəni yetkinlik demək insanın özü öz duyğularına yetə bilməsidir. Nəyini özünü kəşf eləmiş insan deməkdir. Yəni bu prosedurda addım atan insan demək, yetkin insan, yetişmiş insan demək. Yəni bu gün baxırsan 30 yaşında adam uşaq kimi davranır. Çünki deyir ki mən uşaqlığımı yaşamamışam. Problemi də kimdə görsən? Valideyndə. Valideyndə də təmiz ata bilmirsən. Burada yenə deyirəm, müəllimdə var. Valideynin öz övladı üçün gözəl gələcək vermək düşüncəsi var. Düşüncə safdır, niyyət safdır, amma əməl tam doğru deyil. Halbuki o gözəl əməl, gözəl niyyət eləmək istəsələr belə, yəni valideynə uşağa gözəl bir nümunə olmaq istəyirsə, o uşağı öz uşaqlığını yaşamağa qoysalar, uşaq artıq tam yetişəndən sonra özünə bu sual verməyə başlayacaq ki, mən toplum içində fayda verə bilərəm. Artıq bunun üzərində formalaşacaq. Yəni bundan sonra uşağın fayda vermə məsələsi başlayır. Yoxsa sən uşağı 18 yaşına çatıb bakalavra qəbul olur universitetə. Sən o uşaqdan universitetin axırına yaxın gözləyirsən ki, pulun oldu, bu qədər əziyyət çəkmişəm, nə vaxt istəyirsən? İş istəyirlər səndən. Keçək qardaş ikinci sualımıza. Bu da düşünürəm ki, sənin üçün maraqlı olacaq və bir çoxuna maraqlı olacaq. Rol modeli olaraq qəbul etdiyin müəllimin kimi olub və səbəbini öyrənə bilərik. Əslində öz oxuduğum orta məktəb dövründə rol model götürdüyüm bir müəllim olmayıb. Çox ağrılı məsələdir. Çünki həqiqətən olmayıb da. Yəni təbii ki, fikirlərini bəyəndiyim, yəni dərs keçmə metodikasını, şagirdə yaxınlaşma metodikasını sevdiyim bir-iki müəllim olub. Amma sırf canı gönüldən bağlandığım, hə bax bu müəllim mənim məktəbdən söhbət gedir ha. Məktəbdə bu müəllim mən rol modelim deyəcək bir müəllim olmayıb. Bu özü də bir problemdir. Və mən məktəbdən əlavə kursda hazırlaşmışam. Kursda oxuduğum dövrlərdə bir müəllim mən Azərbaycan dilinin normal orta oxuyan olmuşam. Yəni 4 dənə məktəbdə 4 dənə oxuyurdum. Bu müəllimi tanıyandan sonra artıq 5-ə keçdi mənim oxumalarım. Özümdə bunu sezmişdim. Necə oldu? Müəllimin mənə yaxınlaşma bir şey var idi. Yəni məndə biraz insan mən müəyyən müddət özümü axtarmışam. Demirəm hər şeyimi super tapmışam. Amma müəyyən hissəm tapmışam. Biraz adam tərifləyəndə qazla işləyən proseduru var da. Müəllim məndə o şeyi tutmuşdu sanki. Mənə biraz tərifləyirdi, yəni haqlı təriflər deyirdi. Məsələn, bir iş eləyəndə məndə o gizli potensial tərəflərmiş. Bax sən bunu belə eləmirsən, bunu belə eləsən daha yaxşı olar. Mən məsələn yazma qabiliyyətimin olduğunu, hər hansısa bir şeydə bir esseni yazanda fərqli yanaşdığımı müəllimdən görmüşəm. Müəllim məni tərifləyirdi o nöqtədə ki, bacım sən falan şeyi belə edirsən. Müəllimlər o şeyi müəllim məni inkişaf elətdirirdi. Bu öz yanında və bu müəllim çox gözəl bir söz var. Deyir ki, müəllim deyir şagirdi qabağına otuzdurmadan əvvəl şagirdin qəlbinə oturmağı bacarmalıdır. O müəllim mənim birbaşa qəlbimə oturdu. Buradan Nican müəllimə də salamlar deyirəm. Hə, mənim qəlbimə oturmuşdu o müəllimə. Oturmağından əvvəl məndən ünsiyyətli idi daimi şəkildə. Məndən bir ünsiyyətli olması onu nəyə gətirirdi? Mənim boşluqlarımı görürdü, mənə deyirdi ki, bax sənin bu sahədə bacarığın var, burada boşluğun var. Və mən də çalışırdım ki, özümü daimi inkişaf elətdirim. Bu öz yanında. Sonra buradan başqa bir müəllimim var. Mənim öz məsciddə, mən bu həmişə demişəm, Həzi müəllim deyiləm, bizim rayonumuzda bir müəllim var, Həzi Aslanov. Müəllimimiz var. Hə, çox qəşəng adı var, Həzi Aslanov. Hə, o müəllimin mən həmişə hər yerdə demişəm ki, və bunu fəxrlə deyirəm ki, mən Həzi müəllimin tələbəsiyəm. Çünki müəllimin mənə toxunuşları çox gözəl, xırda və uyğun bir şəkildə mənə toxunuşsaydı. Mənə bax yenə yazı yazma qabiliyyətinə bir dəfəsində bunu da danışım. Müəllim mənə demişdi, sənin yazma qabiliyyəti sınamaq üçün sənə bir sınaq verirəm, dedi bunu elə. Dedi ki, məsələn bir dənə obyekt götür, bir dənə obyekt. Çox sadə bir şeydir, yəni telefonun adapterını götür, bunu elə. Ədəbi dildə mənə onu təriflə. Yaz ki, budur. Birincidə onu yaz. Normal görünüşün yaz ki, kvadratdır, nə bilim, bu kabel uzunluğu bu qədərdir, burası belədir, orası belədir, bunu yaz. Ondan sonra da işin ədəbi variantına keç. Biraz mənə onu daha belə bəzəkli cümlələrlə təqdim elə. Mən bunu yazıb vermişdim. İnan ki, müəllim ondan xoşu gəlmişdi və mən xoşu gələndən sonra mənə dedi ki, sənin bu yöndə öz üzərində işlə. Və iki müəllimin mənə sən yazı üzərində nəsə eləməyin demək mənim artıq gənc yaşımda, abituriyent yaşımda yazma qabiliyyətimin üzərində işləməyimə səbəb olmuşdu.
Mən dedim ki, hə, deməli məndə nəsə bir şey bununla bağlı bir Yəni bir bacarığım var növ ki, gələcəyin yazıçısını, bir şairini yetişdirə Yəni, bilərsiniz. müəllimin orada bir sözü. Mən elə müəllimlər də görmüşəm ki, uşağın bacarığını alçaldır. Bu Düz. nə bacarıqdır deyirsən görürsən. Onu alçaldır. Onunla da uşaq kres çəkir hər şey. Yəni onunla da uşaq o vərdişindən artıq Müəllimlər mənə nifrət bunu da edir. eləyə bilərdi. Deyər ki, bu nə yazdı gəl. Bəlkə də heç yazdığım yazı elə super yazı olmayıb ha. Sadəcə müəllim mənə ilham verib ki, bax burada sən bu yazı belə çox super yazmısan. O şirin yalanlar deyirlər də. Bəlkə də Elə. o mənə onu elə deyib, amma mən görmüşəm ki, həqiqətən mən bunu və ondan sonra mən daha həvəsli yazmağa başlamışam. Bir ara məqalə belə də yazdığım olub. Yəni həvəsli yazdım bunu. Elə. Deyiblər ki, sənin fikirlərin, yazdıqların o şeyə dəyər bir şeydir. İnsan Ona görə bunu ruhuna elə. toxunacaq şəkildə yazmağa Buna görə də mən bacarırsan həmişə hər yerdə bu iki müəllimin, xüsusən də bu iki müəllimin adını çəkmək olsun. Üstəgəl bunların əsasən də Həzim müəllimin tələbəsi olduğumu demək. Mən bunu fəxr olaraq deyirəm. Yəni müəllimin özünə deyirəm ki, həqiqətən mənə çox yaxşı bir şeylər vermisiniz bununla bağlı. Həm müsbət cəhətdən, həm nəsihət cəhətdən. Yəni müəllim, yəni Həzim müəllim timsalında deyirəm. Bir müəllim həmişə müəllim deyir ki, mən sizin müəlliminiz olmaqla yanaşı sizin böyük bir qardaşınızam. Həqiqətən də Allah şahiddir ki, o müəllim mənim, yəni Həzim müəllimin qardaşım kimi olub, böyük qardaşım kimi. Sıxıntım olub, ailəmə deyə bilmədiyim şey ona demişəm. Məsələn bir dərdim olub, bölüşməyə adam axtarıb, həm getmişəm Həzim müəllimlə bölüşmüşəm. Yəni görürəm ki, həqiqətən də adam dediyi şeyi mənə yaşadıb. Yəni məni alıb ovucuna, belə deyim də, yetişdirməyə çalışıb. Elə. Çox qəşəng şeylər idi həqiqətən. Həzim mənə də müəllimim oldu. Təriflədiyin kimidir. Yəni nə əksi, nə artıq. Həqiqətən çox gözəl müəllim olub. Üstə gəl də orada niyə bunları götürmə səbəbi var idi? O da o məsələdir ki, müəllim şagirdi yetişdirməsinə vəsilə olan bir şəxsdir. Elə. Dediyim kimi, neçə müəllim, mən inanmıram ya bunu bizim müəllimlər eləsin. Müəllimlərin işi gücü başa düşürəm, ehtiyac var, hamı maaş məsələsini fikirləşir. Amma hər şeyi gətirib maaşa bağlamaq da doğru bir şey deyil. Qazanacağın maaş. İndi mən sizə bir sual verim də, İbrahim qardaş. Həmişə sən mənə sual verirsən, indi mən sənə sual verim. Deyək ki, bu maaş məsələsi düzəlsə, müəllimlərin ürəyi istəyəcək qədər, yəni rifahının yaxşı olacaq səviyyədə qədər maaş versələr, səncə hər şey düzələsidir, təsirdir? Çünki belə düşünürəm ki, Ceyhun qardaş, əslində bir insan sevdiyi işlə məşğul olduqda orada maaşın bir önəmi olmur. Onun ehtiyaclar olur, təbii ki də. Quru-quru işləmək olur. Ehtiyac olur. O ayrı məsələ, təbii ki, ehtiyac olur. Əgər ki, bir müəllim uşaqla davranış qaydalarından xəbəri yoxdursa, müəllim özünü sinifdə bir boss olaraq, müdir olaraq, şef olaraq, yəni böyük olaraq gördüyü müddətcə, yəni maaşın düşünmürəm ki, o qədər təsiri olsun. Çünki müəllim uşaqla davranacağı şəkli bilməzsə, maaşı 1000 manat da olsa, o müəllim eyni şəkildə uşağa davranacaq və onun düşüncələrinə hörmət eləməyəcək, onun fikirlərinə hörmət eləməyəcək, bacarıqlarına dəyər verməyəcək və onu düzgün şəkildə istiqamətləndirməyəcək. Lakin əgər yenə dediyimiz kimi maaş aşağı olaraq belə olsa, hal-hazırki vəziyyətdə sənin 2 dənə saydığın müəllim var ki, onlar uşaqda olan potensialı görür və onu o potensial istiqamətdə motivasiya edir. Bir növ belə baxdıqda maaşın əslində o qədər də dəyəri yox. Əgər müəllim öz işini sevərək görürsə, icra edirsən. Elə. Və belə olduğu təqdirdə İbrahim qardaş, yəni müəllim uşağa pul gözündən baxmır. Elə. Məqsədi uşağı yetişdirmək olur, inkişaf elətdirmək olur və bu da öz-özlüyündə artıq bir səmimiyyəti və səmimiyyətdən də əlavə artıq uşağın yetişməsinə gətirib çıxarır. Sən bu uşaq üçün yenə də deyirəm, bu dəqiqə maaşı artıraq. Maaşı artırsaq bu çarə deyil. Təbii ki, müəllimin rifahı yaxşı olması, müəllimin şagirdlə daha çox vaxt keçirə bilməsinə səbəb ola bilər. Amma bütün çarə də maaşı artırmaqda deyil. Sən dediyin kimi, əgər biz maaşı artırdıq, bu müəllim uşaqla necə ünsiyyət qurmaq lazım olduğunu bilmirsə, bu uşağa necə kəşf eləmək lazım olduğunu bilmirsə, bu müəllim özünü kəşf eləməyibsə, bu uşağa nə fayda verəcək? Yəni sən bu işdən maaşını artır, milyonlar elə, yəni bu uşağa fayda verə bilmirsə, yəni nə faydası var maaşını artırmaq? Düzgündür dost. Və indiki dövrdə uşaqların ən böyük yüklərindən biri qıraqda müəllim yanına, repetitor dediyimiz şəxslərin yanına getməkdir. Və bu fikirdə sənin fikrini götürək, bu mövzuda sənin fikrini alaq ki, bu repetitorlar məktəbin tamamlayıcısıdırmı, yoxsa uşaqlara yüklənmiş əlavə bir yükdürmü? Aydın. Əslində birinci problemin yaranma səbəbinə baxmaq lazımdır. Problem buradan başladı ki, məktəbdə təhsilin yetərli olmadığı qənaətinə gələn valideynlər məktəbdə təhsil gördükdən sonra
başladılar kənardan adam axtarmağa. Çünki məktəbdə təhsil kifayət eləmir və bunu tamamlayan, artıq bunu davamçısı olan bir müəllim heyətinə ehtiyac duyuldu ki, bu da məşhurdur. Yəni hərə artıq müəyyən bir məbləğ qoyur, bu məbləğ qarşısında dərslər keçilir. Bu dərslərdə sadəcə dərs keçilir. Yəni mən inanmıram ki, çox nadir hallarda tapılan müəllim var ki, repetitor dediyimiz müəllim uşağı da inkişaf edir. Uşağı inkişaf elətdirir. Elmi cəhətdən inkişaf elətdirə bilər. Getdiyi fənn üzrə fayda verə bilər. Standart düsturlar var və yaxud da riyazi, kimyəvi formullar var. Onları əzbərlədib, onları irəli apara bilər. Bu öz yerində. Amma onlar belə də məktəbin, şagirdin tam inkişafına dəstək verə bilmir. Yəni uşağın bir növ universitetə girməyini təmin eləyə bilsə də, həyata hazırlıq baxımından geridə qala bilər. Yəni bir sənətərdir İbrahim qardaş. Mən keçən dəfə bununla bağlı bir neçə müəllimlə söhbətim olubdu. Təsəvvür elə, təhsil üzrə pul qazanmaq, təhsildən nələrsə pul qazanmaq ən axırıncı pul qazanılması şeylərdən birisidir. Bilirsən nəyə görə? Hal-hazırda çox güclü bir şəkildə strategiya qurulub. Üzərində milli mənəvi dəyərlər olsun, uşaqlara o dediyim xüsusi yanaşma, hansı uşağın potensialı nədirsə ona əsasən onu yönləndirmə kimi bir neçə məktəb var. Məsələn, bu məktəblərə baxırsan ki, bu məktəbin öz müdirindən mən dilindən eşitdiyim sözü səhv. Onlar özə bir şagirdə görə çox yüksək bir məbləğ alırlar. Yəni hələmələm uşaqlar ora gedə bilmir. Çox yüksək bir məbləğ alırlar. Bu məbləğlə belə adam etiraf edir ki, biz deyir bunu ödəyə bilmir. Kənardan dəstək alır. Sən izah edə bilirəm. Yəni kimsə desə ki, mən təhsil sahəsində bir gəlirli bir şey qurmaq istəyirəm. Burdan həm təhsil verəcəm, faydalı bir təhsil verəcəm. Yəni insan yetişdirəcəm təhsil müəssisəsi olaraq və bunun təqdirinə pul qazanacağam. Mümkündür. Amma çox belə çətin prosedurdur. Yəni bu gün baxırsan ki, mən həmişə ağlımda canlanan bir sual var ki, madam ki təhsil sisteminin bu vəziyyətdə olduğu hər şeysə aşkardır. Bəs niyə bir nəfər çıxıb bir şey eləmir bununla bağlı? Görürsən ki, bu dəqiqə dövlət çalışır ki, məktəbə nəsə eləsin, düzdür? Amma məktəbə nə qədər xərc tökülür, düzdürmü? Bu xərcin qarşılığında neçə faydalı xərc yetişir? Düzdür, dövlətin də üstünə düşən o olmalıdır ki, məktəbdə o dediyim cəmiyyəti yetişdirəcək, toplumu yetişdirəcək fərdlər çıxartmaq və bunun üçün lazım olan situasiyaları, insanların faydalana biləcəyi situasiyaları məktəbdə qurmaq dövlətin borcudur. Və bu çox güclü bir büdcə tələb elədiyi mən qəbul edirəm. Çünki asan bir şey deyil yəni. Hər şey sadəcə elektron lövhə almaq deyil. Müasir standartlara cavab verən bir sinif qurmaq deyil yəni məsələ. Məsələ bunu edə biləcək potensial. Mən yenə deyirəm, gəl oturaq hər şey deyək ki, bizim maaşımız da yüksəldi, siniflərimiz də hər şey əladır, kondisioneri yayda çox gözəl dərslər keçə bilərik, təlimlər təşkil edə bilərik. Amma sənə bir sual verirəm. Bunu edə biləcək kadrımız mövcuddur. Yəni müəllim Sovet düşüncəsindən çıxamayan müəllim, kurikuluma deyəndə ki, qardaş, mən kurikulumdan başım çıxmıram. Mən dədə-baba qaydasına dərsimi keçə biləcəm deyən müəllim. Ənənəvi sistemdən gəlib imtahan verib. Dəyişmədikcə, yəni ənənəvi sistemdə imtahan verib, ənənəvi sistemdə imtahan verib. Gedib kurikulumdan az bal yazan müəllim var mən. Tanıyıram yəni. Çox yaxşı savadlı müəllimdir. Bu müəllimin savadına söz ola bilməz. Amma müəllim gedir, dərsdən, öz dərsindən, öz ixtisası olduğu dərsdən çox super yazıb, yüksək balda toplayır. Amma kurikulumdan imtahan verən müəllim, həmin müəllim kurikulumdan imtahan verən çox aşağı nəticə. Bu da o demək ki, müəllim çox savadlı ola bilər, amma yenilikçi müəllimlərə ehtiyacımız var ki, yeniliyə açıq. Yəni öz bir qəlibinə girib, qardaş, mən dəymə yerimdə qalım. Pulumu da alım qoyum cibimə. Mən bundan artıq lazımdır deyən müəllimə ehtiyac yoxdur. Yəni elə müəllim də bir cəmiyyət, bir toplum inşa edə bilməz. Və belə baxanda da repetitorların əksəriyyəti olsa bu düşüncədə deyil. Sadəcə pul, dərs keçin pul qazanın. Hansı repetitor səmimi şəkildə deyək ki, mən niyyətim topluma, cəmiyyətə faydalı bir şəxs yetişdirirəm. Abituriyent, hamı deyir abituriyent hazırlayır. Hazırlayırsan, bu hazırladığın abituriyentlərin, yəni mən o repetitorlara sual vermək istəyirəm. Sən bu qədər deyir ki, mən filan qədər abituriyentim var. Sənin o hazırladığın filan qədər abituriyentlərin neçəsi hansı vəziyyətdədir qardaş? Bir onu oturub düşünmüsən, maraqlanmısan heç yəni. Yenə də deyirəm, bax. Yəni yetişdirdi, buraxdı. Hə, nə oldu? Nəticə olaraq cəmiyyətdə sıfır savadlı, ruhsuz insanlar gəlir. Ay, yaşa savadsız və bizdə də elə bilirlər ki, çox gözəl savadı olduğu şək olarsa, o insan həmişə həyatda xoşbəxt olacaq. Hə, keçən dəfə təhsillə bağlı bir nəfərin sözü çox mənə təsir edir. Deyir ki, məktəblərin sayı artdı, məktəblərə gedənlərin sayı da çoxaldı. Elmə çatmaq daha asan oldu, rahat oldu, amma savadlı cahillərin sayı artdı. Savadlı cahillər bu dəqiqə doludur. Yəni universitetdə bir topa mühəndis çıxır bu dəqiqə. Universitetdən bir topa müəllim çıxır. Universitetdən bir topa pedaqoq çıxır. Yəni bir ildə baxsan nə qədər müəllim çıxır. Bunların neçəsi müəllim işləyir, neçəsi pedaqoq işləyir, neçəsi mühəndis işləyir. Bunlar çox qarmaqarışıq suallardır və üzərində həqiqətən yenə də deyirəm, bu biz bu gün danışırıq, o demək deyil, bizim danışmağımızdan
bu dəqiqə %100 məsələ həll olunacaq. Amma ola bilər bəlkə burada gedər kiminsə qulağına çatar və vicdanı belə qıdıqlanar, deyər ki, hə, həqiqətən də bunun üzrə oturub nəsə eləmək lazımdır. Aydın məsələdir. Bu qədər sualların ardından bizə müəyyən oldu ki, məktəbdə uşaqlara təkcə elm verməli deyil, onunla yanaşı onların potensialını kəşf etməli, onların ruhuna toxunmalıdır və müəllimlər də təkcə məktəbi və repetitorlar da buna daxildir, uşağa pul gözü ilə deyil də bir gələcək, bir dövlətin gələcəyi kimi baxmalı və ona ana kimi qayğı göstərməli və onun gələcəyini öz övladının gələcəyi kimi düşünüb hərəkət etməlidir. Məncə bu qədər faydalı oldu. Son olaraq bir şey demək istəyirəm. Çox gözəl bir söz var. Deyir, əgər bir toplumun gələcəyinin necə olduğunu bilmək istəyirsənsə, hal-hazırda o toplumun gənclərinin nə ilə məşğul olduğuna baxsan, hər şey sənin üçün aşkar olacaq. Bugünkü situasiyada baxırsan ki, məktəbdən çıxan savadlı gənclərin axırının heç yaxşı olmadığı bir vəziyyət yaşayır. Düzdür, bununla yanaşı mən demirəm, çox pis vəziyyətdəyim, qocalara deyir, bu gənclərdən bir adamam. Yəni o situasiyada o ümidlə baxıram. Ümidvar birisiyəm. Yəni düşünürəm ki, bunun dərdində olan, ən azından gənclərimizin də içərisində mən topluma necə faydalı ola bilərəm, bu düşüncədə olan. Bir də bəzən mən belə danışanda bəzən də qıcıq gəlir ki, yəni topluma faydalı nə deyirsən, yəni konkret bir şeylərlə, yəni məsələ üzərindən get. Daha ancaq topluma faydalı, yəni nə topluma faydalı? Bir şey nətərdir? Bir insan, məsələn mən ailə qurmamışdan qabaq özümə bir şey düşünürdüm ki, mən sabah ailə quracağam, övlad da yetişdirəcəm. Deyək ki, bütün standartlara cavab verən çox tərbiyəli, əxlaqlı bir övladım oldu. Pozulmuş, uşaqlıqları pozulmuş, ruhlardan ləkələri qalmış, travmalar qalmış. Yəni uşaqlığını yaşamamış insanlar arasında mən övladımı buraxsam, o övladım o uşaqların arasında əriyib gedəsi. Hətta Adəm Günəş deyilən bir pedaqoq var Türkiyədə. Onun bir sözü var ki, deyir ki, biz deyir topluma şəxsi olaraq faydalı, pedaqoji olaraq, psixoloji olaraq, ruhi olaraq faydalı deyir övlad yetişdirməklə əslində deyir bunu təkcə bir biz edib toplum bunu eləmirsə, yəni eləyən biz isə biz deyir topluma əzməyə imkan verəcək bir insan veririk. Yəni sən ala bu insanı əz. Nəyə görə? Bu gün məsələn bir uşaq öz ideallarını yaşamağa çalışır, ədəbli, əxlaqlı olmağa çalışır. Yaxşı sənə başlanğıcda nümunə vermək ki, uşaq tanıyıram, mən deyir ki, mən özüm söyüş-söyməyi sevmirəm. Mənim universitetdə söyüş söyən insanlar var. Söyüş söyürlər, universitet deyilmə, məktəbdə söyüş söyən insanlar var. Bu uşağın valideyni uşağı Allah razı olsun gözəl yetişdirib ki, uşaq bu dərdədir ki, mən söyüş söyməyi xoşlamıram. Bir insanı incitmək, onun haqqına girmək, ona əziyyət vermək sevmirəm. Amma ətrafımda insanlar bunu edir və o uşaq bu şeyə görə məktəbə getmir. Yəni deyirəm ki, bir insanın mən məqsədim də budur ki, yəni faydalı olmaq deyəndə ilk öncə fayda əslində qalsa özümüzədir. Mən topluma bu gün mən bir nəfər yetişdirirəmsə, İbrahim bir nəfər yetişdirir, Əli bir nəfər yetişdirir, Vəli bir nəfər yetişdirir. Beləliklə bir toplum olur. Boş-boşuna deyilmiş bir söz deyil ki, ailə bir cəmiyyət. Yəni sən ailədə nəsə bir şey yetişdirirsənsə, bir şəxs yetişdirirsənsə, o toplumun o düşüncəsi də qırılır. Məsələn, toplumda bizdə bəzi oturmuş düşüncələr var ki, mən sənə inandırım ki, son bir artıq 10 ilə həmin o düşüncələrin əksəriyyəti kökündən məhv olub gedəsən. Çünki potensial gənclərə baxırsan ki, artıq o düşüncəni qırıb fərqli bir şeylər eləyirlər. Və onlar da öz uşaqlarına o düşüncəni aşılamayasınlar. Onun necə qırdıqlarını aşılasınlar. Uşaqlar onu görməyəsirlər. Onu demək istəyirəm. Buradan da yenə də deyirəm, biz məktəb məsələsi həqiqətən günümüzün qlobal məsələlərdən birisidir. Bununla bağlı nə qədər danışsaq belə yenə də yetərsiz qalır bu danışdıqlarımız. Amma ümid edirəm ki, ən azından kiməsə faydalı oldu. Biraz müəllim heyəti bəlkə izləyər, deyər ki, həqiqətən də səmimi bir şeydir. Mən oturum bunun üzərində düşünüm deyər. Bəlkə də bizi tənqid edəcəklər ki, bu nə danışırsınız falan. Yəni dediyim kimi tənqidə açıq bir mövzudur. Bununla bağlı əgər fikirləri kimdənsə olarsa da şərhlərdə yazar, müzakirə edərik. Əlavə məsələn onlarda hər hansısa bir mövzu ətrafında danışmaq istəyirsə, onu da yazarlar inşallah. Onun ətrafında danışarıq. Belə bu qədər. Çox sağ olun. Siz də yorulduqsa haqqınızı xəbər edin. Çox sağ olun.